Uşaqlarda göbəkdə olan qızartı şişkinliyi bəzən də bu yeni doğmuş dövrdə tez bir zamanda üzə çıxa bilir. Bunu yaradan 3 səbəb var. Var göbək fistulası, bağırsaqla göbək arasında əlaqənin olması. Var qranulyoma, hansı göbəkdə bir selişli qişə qalır və o sulanır. Və var uraxus. Uraxusun kistası da ola bilir, uraxusun yolu da ola bilir. Bunlar nədir? Göbək ciyəsi ana ilə birləşiyor olur. Burada həm bağırsaq elementləri, həm sidik hissəsinə element və damarlar var. Göbək ciyəsi kəsildikdən sonra sidik hissəsinə və bağırsaqdan olan elementlər geriyə çəkilərək damarlar öz yerinə çatmalıdır. Əgər sidik hissəsindən arasında bir yol qalırsa, buna uraxus deyilir. Bəzən də o yol hər iki tərəfdən bağlanıb kistə ulaşa bilir ki, sidik ifrazı zamanı bir damcı kimi sidik gəlir göbəkdən çıxır, bu irinli şəkildə görsənə bilir, iyili ola bilir və sarı su kimi. Granulyoma dediyimiz xırda bir ət parçası kimi görünür ki, selişli qişə. Bu sadəcə öz-özünə keçib gedir və yaxud zelyon hansı bir dərmanla və yaxud gümüş nitratdan qurudulduqda bitib qalır. Uraxus və ya göbək fistulası hansı ki, bağırsaqla əlaqəsi varsa, bunlar dəqiq şəkildə ancaq cərrahi müdaxilə ilə aradan qaldırılmalıdır və mikro cərrah olaraq, yəni qarın ön divarı açılmadan sadəcə göbək nahiyəsindən kiçicik bir yerdən keçirək 15-20 dəqiqə ərzində çəkən bir əməliyyatla tam aradan qaldırılır və valideynlər bu haldan qorxmasınlar, mütləq şəkildə professional uşaq cərrahına müraciət edərək baxsınlar və səbəbi taparaq aradan qaldırsınlar. Təşəkkür.